Novruz bayramında bir müsəlman bunları bilməlidir. Qeyd eləmişəm, su çərşənbəsi, niyyət və arzularla qarşılanması və su kimi yola salması nəzərdə tutulur. İliyin, yəni güya inanırsan ki, su kimi gəlib, su kimi gedəcək. Gözəl olacaq. Od çərçivəsində odun müqəddəsliyini nəzərdə tutulur, oda sitayiş olunur və odun şərəfinə şənliklər təşkil olunur. Yəni, odun üstündən tullansan, deyirsən, ağırlığın canım qalsın. Yəni, bir müsəlman necə ona iman gətirə bilər ki, o sənin ağırlığını götürə bilər. Sonra deyir ki, yel çərşənbəsi. Həzin küləklərin əməliyyat gəlməsi ilə torpağın oyanmasını işarə edilir. Həzin küləklərdən torpağı oyanırsın, yəni çiçəklərin tozlanmasına da iman gətirirsən deyir. İman gətirir ki, külək eləyir. Bir müsəlman buna necə inansın? Allah eləyir də bu, odu da, küləyi də, suyu da yaradan Allahdır. Biz Allah'a iman gətirmişik. Bunlara necə inana bilək? Sonra deyir, torpaq çərşənbəsi. Torpağın müqəddəsliyini, həyat vericiliyini, gücünü torpağa şamil edilməsinə nəzərdə tutmaq. Bax, torpağı müqəddəs bilmək. Torpağı kim yaradıb? Kim göndərib? Ümumiyyətlə, bizi torpağa kim göndərib? Biz basılandan sonra, gömüləndən sonra bizi hara aparırlar, hara gedirik? Torpağı yaradana sitayiş eləmək lazımdır, amma bu bayram bizi ona görə necə bu bayramı mənə təbrik edirsiniz? Mənə SMS yazırsınız, bu bayramı təbrik edirsiniz. Mən necə axı, mən qeyd eləmirəm axı. Bunlara razı deyiləm axı. Mən müsəlmanam axı. Allah Teala Quran-ı Kərimdə buyurur ki, bizim dinimiz gəldikdən sonra onlar yenidən mi dinlərini dəyişdilər? Müsəlman deyilik biz. Biz necə iman gətirə bilirik belə şeylərə?